Avtomobillərin icbari sığortası ilə bağlı yeniliklər var. Sığorta haqqının məbləğinin hesablanması qaydasında dəyişikliklər edilib. Bununla bağlı Mərkəzi Bankın qərarı var. Müəyyən güzəştlər də nəzərdə tutulub, amma təbii ki, hər kəs üçün deyil. Baxaq görək hansı sürücülər nəqliyyat vasitəsinin icbari sığortalayarkən nə qədər güzəşt əldə edə biləcək. Əvvəlki qaydalara əsasən şəxs avtomobilini etibarnamə əsasında başqasına verdiyi zaman qəza olurdusa, növbəti ildə avtomobil sahibinin sığorta haqqında artımlar olurdu. Mövcud dəyişikliklər bu məsələdə yeni yanaşma ortaya qoyur. Bundan sonra zərər vuran şəxs kimi avtomobil sahibi deyil, həmin maşını kimin idarə etdiyi əsas götürüləcək. Zərərlilik də məhz həmin şəxsin sığorta tarixçəsinə yazılacaq. Digər yeniliyə gəlincə, tutaq ki, sizin adınızda 30% endirim var və tutaq ki, 4 ildə heç bir hadisə, 6 ildə heç bir hadisə törətmirsiniz. Kimsə 4 ildə hadisə törətmir və tutaq ki, 20% güzəşti var. Amma elə şəxs olurdu ki, onun hadisəsi olurdu və qiymət yuxarı qalxırdı. Və artıq həmin o yuxarı sığorta haqqı hesablanan şəxs öz adına etmirdi sığortanı, gedirdi kimin ki endirimi var, o fin kodunda endirim var idi, etibarnamə o şəxsə verdi və yaxud o adamın adına sığorta yazdırırdı və qiymət aşağı olsun deyə. Artıq bu addımlar atıla bilməyəcək, çünki sistem tərəfindən bu artıq ən yüksək risk kimdədirsə, həmin sığorta tarixçi götürüləcək. Sürücülər bildirir ki, bu dəyişiklik avtomobil sahiblərini yolda daha intizamlı olmağa sövq edəcək. 5 ilə yaxındır, yəni qəzacat eləmirəm, yəni endirimsiz olur. Siz deyən kimidirsə, yaxşı olar. Tıxac vaxtları var, onda biraz görürsən ki, insanlar tələsirlər. Belə bir şey olur, qəzalar olur. Belə götürəndə 30% olmasa da, sürücü yenə də məsuliyyətli olmalıdır da. Gərək elə gözləyəsən ki, qəza olmasın, 30% gəlsin. İcbari Sığorta Bürosundan isə deyildi ki, əvvəlki qaydalarda olduğu kimi sığorta hadisəsi törədilərkən sığorta haqqına əlavə və güzəştlərin tətbiqi mövcud dəyişikliklərdə də var. İndi mexanizmdə isə qaydalar sürücülər üçün bir qədər də sadələşdirilib. Qəza törətməyən sürücülərimiz sığorta müqaviləsi bağlayarkən hər sığorta müqaviləsinə münasibətdə 5% güzəşt əldə edəcəklər. Qəza törədən sürücülərimizə münasibətdə isə 30% sığorta haqqına əlavə tətbiq ediləcəkdir. Bu yanaşmanın da məqsədi sürücüləri nizamlı və yol hərəkəti qaydalarına riayət etməyə vadar edəcəkdir. Yeni qəbul olunan qaydalar 2 ay sonra qüvvəyə minəcək. Əhməd Məmmədov, Elvin Muradov, ATV Xəbər.